Salam, bugün Dimin keçirtdiyi informatika, ümumiyyətlə sınağın izahına baxacağım informatikadan. 61-də nə deyir? Python-da hansı dəyişən ad ola bilər? Boşluq olmaz. Rəqəmdən başlaya bilməz. Rəqəmdən başlaya bilməz. Boşluq olmaz. D variantı. 7 ikilik rəqəm, 7 bit ayrılarsa əlifbada ən çox 128. Python dilində yazılmış proqram nəticəsini müəyyənini vaxt aralarından sadə 63-cü tipli suallara baxmayacağım. Çünki onu yaza biləcəyiniz şəkildədir. Python'da yazılmış proqram ən azı riyaziyyat birinci qrupa verirsə yaza biləcəklər. Python'da yazılmış proqram nəticəsini müəyyən edin. Gəlirəm bura, həmişə demiş ki, return'dan sonra aşağı hissəyə baxırıq və F1 verib, F2 verib, F1'ə gəlirəm 3, 1, 3 və burada baxıram 3 1-dən böyükdür. Amma 2 1 3-dən böyükdür. Ona görə else düşürəm. A3-dür. Üstə gələk 2-ni 1-ə 2 elədi 5. Gəlirəm burada da F2-də buranı 5 tapdım. Aparıram yerinə qoyuram. 1 2 5. B üstə gəl C. Yəni 5-in üstə 2 7. A-nın sonuncu qiyməti 7-dir. 7 çıxaq 2-ni B-yə 2-yə vuracam 4. Bu da elədi nə? 3. Gələcəm A7-dir, üstə gələk B nədir? 3-dür, üstə gələk F1, A7 idi, B 3-dür, C-də nə idi? C-ni də nə tapdıq? Belə deyim ki, 5, 5 tapmışdıq. İndi gəlib, burada F1-in aparıb yerində qoyacam, 7, 3, 5, 7 3-dən böyükdür, amma ki 3 5-dən böyük deyil. Ona görə yenə else düşəcəm. Gələcəm bu hissədə nə edəcəm? A sonuncu qiyməti 7, üstə gələk 2-ni 3-ə 6, 13. Bu hissəni tapdım 13. 7-nin üstə 3 10, onun üstə də 13 bərabərdir nəyə? 23-ə. Doğru cavab B variantı. 66-cı suala baxırıq. 66-cı sual nə deyir? Mətn redaktorunda kursorun yerləşdiyi mövqedə 4 dəfə delete. Amma burada, baxın, mən orada yaxşı düşməyib, bu şəkildə yazacağım. Information yazılıb. Və burada M ilə R-nın arasında qoyulub. Deyir ki, 4 dəfə delete. Delete nə idi? Sağı silir. 1, 2, 3, 4. Qaldı nə? I, N, F, O, R, O, N. In delete sağı silirdi. Əgər buradadırsa, bircə saniyə. Bunları siləndən sonra, bax bunlar silinib, 1, 2, 3, 4 silinib. Mən tələsdim, baxmadım. 2 dəfə də backspace. Və bunlarsa burada nə olacaq? 1, 2 olacaq nə? In, F, O, N, info. Yəni 1-ə B gedəcək. İkincidə də gördüyüm qədərincə informatics və burada da hardadır kursor N ilə F-na. Burada da 4 dəfə delete. 1, 2, 3, 4. Sonra gəlib kursorun burada dayanacaq və burada da nə? 2 dəfə backspace. 1, 2. Ona gücünə artics. 2-yə gedəcəkdir. Sonra burada da buradadır. Yazmayacağım bir də. Yəni bildim daha necə harda qoyulub almaq olur. 4 dəfə delete. 1, 2, 3, 4. Bura getdi. 2 dəfə də backspace. 1, 2. For olacaq. 1-ə də nə gedəcək? 1-ə B, 2-yə D, 3-ə elə A variantı olacaq. Gəldik 67-ci suala baxırıq. 67-ci sualda nə deyir? Hüseyin dostu Cavaddan kompüterin parolunu istədi. Cavad parolunu salam sözü ilə Sezar şrifti ilə kodlaşdırdığını, şifrələnmədə istifadə etdiyi açarı isə ona göndərdiyi Python dilində yazılmış proqrama əsasən müəyyən edə biləcəyini bildirdi. Cavadın kompüterin parolunu müəyyən edin. Gəldik burada salam yazılıb. Dedik ki, find nə idi? İndekslərlə işləyir. A2, belə deyim ki, indeks nömrəsi 1-də olacaq. Count aların sayını soruşur. 2 olacaq. Biri də 2-yə vuranda 2. Sonra gəlib burada boş siyahıdır. B, append, C. C nə idi? 1. 1-i əlavə elədi bura. Aydındır. 1-i əlavə elədi bura. Sonra deyir B üstə gəl 1. Yəni B ilə B-nin ilə
yan yana birləşdir. Olacaq 1, 1. Siyahını bağlamış oldum. Sonra nədir? Insert C 1. Deyir ki birinci indeksin yerinə nə ilə? M. 2'ni M, yəni yaz. Aydındır, əlavə et. Insert. İndi necə olacaq burada? Insert sanki 1, bu 2 olacaq. Düzdür? 1, 2. Yəni bu neyəcəkdir? B'də, B siyahısında deyir birinci indeksin yerinə 2'ni əlavə elə, 1 sürüşsün sağa. Olacaq 1, 2, 1. Yazıram təzədən burada. 1, 2, 1. Tamam. Bunu yazdı. Sonra bizə nə deyir? Insert'ü həll elədik. Insert 1, 2. Birinci mövqedə 2'ni əlavə etdi. Sonra summa B'ni istəyir. Summa B'ni. Yəni burada da 1 üstə 2, 3, 3 üstə 1, nə? 4. Deməli, Sezar şifrə addımımız 4 olacaq. Yəni, deşifrələnib. Deməli, salam şifrələnib. Düzdürmü? Açar sözü addım tapdıq ki, 4'dür. İndi gələcəm. S'dən S 1, 2, 3, 4. Nə olacaq? W. Yəqin ki, çox güman bundan biri olacaqdır. Sonra A'ya baxacam 4. A'dan 4, 1, 2, 3, 4. E. Yəqin ki, çox güman bu olacaq. Yoxlayaq. L'dan sonra 1, 2, 3, 4. P. A'dan sonra 1, 2, 3, 4. Y. Doğrudur. Onsuz da mən bura baxmalıydım. A. Burada da eynisə deməli nədir? C variantı. Sonra gələk 68-ci sualımızın izahına baxaq. 68-ci sualda nə deyir? Bizə deyir ki, Python dilində yazılmış nəticəsini yenə rütündən aşağı baxırıq. Nam 20 verilib, F20 yazacağım. Gəlib burada F20'ni çağırır. Count 0, say 0'da. I bərabərdir 2. Doğrudur mu? İndi burada nam nədir? 20. 20'ni 2'ye böləndə, 20'ni 2'ye böləndə i neydi? Düz deyirəm də. Aha, i. 20'ni 2'ye böləndə 10. 10 deyir ki, birdən böyükdür, bərabərdir. Onda count nədir? 0. Üstə gələk int 20'ni 2'ye böləndə 10. 10. Düzdür? Burada da nəticə olaraq 10 alacaq. I də 5'dir. 2, 2'ni 5'ə nə eləyəcək? 10. Sonra gələcəm, yenə dövrə gedəcəm. 20, artıq burada 20 nədir? 10. 20'ni 10'a böləndə 2. 2 böyük bərabərdirmi? 1'dən hə. Count 10'dur. 10 üstə gələk nə? 20'ni 10'a böləndə 2 tama çevirir. Bu da eləyir 12. Doğrudur mu? Doğrudur. Gəlib burada da 10'u 5'ə vuranda neçə eləyəcək? 50. Gələcəm burada. Burada. Nədir? 20. 20'ni 50'yə böləndə 0 tam neçə? Aydındır. O da 0 tam 14. Birdən böyükdür. Yox. Dövrdən çıxacaq. Yəni şərt ödənilmədi. Gəlib cavab olaraq nə olacaq? 12'ni çap etmiş olacaq. Aha. 4'te 1 terabaytdır. Yəqin ki, onu da yaza biləcəksiniz. Baytla ifadə eləyəsiniz. Bu belə. Sonra təpə və onlardan çıxan tilləri silindikdən sonra təqdim olunan qrafda ixtiyari bir təpə və ondan sonra